Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın üç ərəb ölkəsinə etdiyi səfərdə onu müşayiət edənlər arasında texnologiya dünyasının tanınmış simaları ilə yanaşı Azərbaycanlı iş adamı Dara Xosroşahi də yer alıb. Uber şirkətinin baş icraçı direktoru kimi Xosroşahi səfər zamanı Trump'ın bir sıra görüşləri və rəsmi ziyafətlərində iştirak edib. Onun bu səfərlərdə iştirakı yalnız texnologiya sahəsindəki nüfuzunu deyil, həm də qlobal siyasi əlaqələrdəki çəkisini göstərir. Qeyd edək ki, 56 yaşlı Dara Xosroşahi ABŞ-ın ən tanınmış və nüfuzlu iş adamlarından biridir. Hazırda isə Uber şirkətinin baş icraçı direktoru vəzifəsini icra edir. O, 2024-cü ilin dekabrında keçirilən and-içmə mərasimində Prezident Trump'ın yanında texnologiya sektorunun digər nəhəng rəhbərləri ilə birgə iştirak edib və həmin mərasim fonduna $1 milyon ianə edib. Bu addım onun siyasi münasibətləri biznes maraqları ilə uzlaşdırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Dara Xosroşahi 1969-cu il mayın 28-də Tehranda Azərbaycan əsilli, varlı və nüfuzlu bir ailədə dünyaya gəlib. Ailəsi Təbriz yaxınlığında yerləşən Xosroşah şəhərindəndir. Onlar uzun müddət İran və Yaxın Şərqdə tanınan Minu Industrial Group və Alborz Investment Company kimi iri biznes strukturlarını idarə ediblər. Lakin 1978-ci ildə baş verən İran İslam İnqilabı ailənin həyatını kökündən dəyişdi. Əvvəlcə Fransaya, sonra isə ABŞ-ya mühacirət ediblər. ABŞ-da Harclays Hall'da orta təhsil alanlara 1991-ci ildə Brown Universitetindən elektrik mühəndisliyi ixtisası üzrə məzun olub. Onun texnologiyaya olan marağı və strateji idarə etmə bacarıqları tezliklə biznes dairələrində tanınmağa başlayıb.